Deməli, metallarda elektrik cəryanı sərbəst elektronların hərəkəti hesabına yaranır. Yəni, sərbəst elektronların nizamlı hərəkəti hesabına metallarda elektrik cəryanı yaranır. Elektrik cəryanının yaranması üçün əsas bir neçə hal var. O hallar bunlardır. Metallar düyünlərində ionlar olan kristal qəfəsə malik olurlar. Bu kristal qəfəsin düyün nöqtələrində yerləşən ionlarla sərbəst elektronlar arasında xaotik hərəkət mövcud olur. Yəni, bununla da elektron nəzəriyyəsi yaranır. İonlar və yalnız öz tarazlıq vəziyyəti ətrafında hərəkət edirlər. Yəni, burada sərbəst elektronlar istənilən kimi hərəkət etdikləri halda ionlar yalnız kristal qəfəsin düyün nöqtələrində olurlar və onlar belə deyək də müəyyən interval daxilində hərəkət edirlər. Bax, bu kristal qəfəsin düyünlərində ionlar yerləşirlər və bu ionlar yalnız müəyyən bir sahədə hərəkət edir. Amma elektronlar isə burada istənilən istiqamətlərdə bu şəkildə xaotik bir hərəkət edirlər. Təbii ki, burada elektronlar daha kiçik ölçüyə malikdir. Sərbəst elektronlar burada özlərinin ideal qaz qanunlarına uyğun olaraq aparırlar. Yəni, ideal qaz kimi aparırlar, belə deyək özlərin. Elektronların hərəkət zamanları da ionlarla toqquşması baş verir. Və toqquşma nəticəsində təbii ki, onlar sürəti azaldığına görə enerjilərinin bir hissəsini itirirlər. Daha sonra isə enerjilərini tamamilə itirirlər. Daha sonra metal daxilində elektrik sahəsi gətiriləndə elektronlara istiqamətlənmiş hərəkət verilir və xarici elektrik sahəsi sərbəst elektronların konsentrasiyasına təsir edə bilmir. Bu, bunların əsas müddəalarıdır. Bu nəzəriyyəyə görə də müqavimət necə bir anlayışdır? Biz temperaturu nə qədər artırsaq, müqavimət bir o qədər artmış olur. Niyə? Çünki biz burada temperaturu artırdıqca, naqilin temperaturu artanda elektronlar təbii ki, daha çox hərəkət edir axı. Daha çox hərəkət edirlər deyə onlar ionlarla daha çox toqquşur. Daha çox toqquşma isə daha çox müqavimət deməkdir. Deməli, onda müqavimət metallarda temperaturla düz mütənasibdir. Və buradan belə bir nəticə alınır. Müqavimətin nisbi dəyişməsinə baxsaq, metallarda bu şəkildə baş verir. Deməli, müqavimətin nisbi dəyişməsi R çıxaq R0 bölək R0. Yəni, nisbi dəyişmə müqavimət dəyişməsinin başlanğıc qiymətə olan nisbətidir. Bu, temperatur dəyişməsi ilə düz mütənasibdir. Və yaxud da bunu Kelvinlə də ifadə edə bilərik. Onsuz da dəyişmələr bir-birinə bərabərdir. Burada R0 nədir? R0 bizim üçün 0 dərəcə Selsi temperaturdakı müqavimətdir. R isə hər hansı temperaturda müqavimətdir. Yəni, R T temperaturda, T dərəcə Selsi temperaturdakı müqaviməti göstərir. Və biz buradan düstur çıxarsaq, buradan belə bir nəticəmiz çıxır ki, R çıxaq R0 bölək R0 bərabərdir alfa delta T. Buradakı alfa təbii ki, temperatur əmsalıdır, yəni əmsaldır və buradan da biz R-i tapsaq, çarpaz vurarıq, R çıxaq R0 bərabərdir R0 vuraq alfa delta T. Daha sonra buradan heç bir mürtəzədə yazmaq ehtiyac yoxdur, alfa delta T yazaq. Daha sonra buradan R-i tapdıqda R bərabərdir R0 üstə gələk R0 alfa delta T olur. Buradan da R0 mürtəzə xaricə çıxanda 1 üstə gələk alfa delta T alınır. Yəni, R bərabərdir R0 vuraq 1 üstə gələk alfa delta T. Bu ifadə də bizim üçün olur nə? Bizim üçün olur son müqavimətin ifadəsi. Təbii ki, yuxarıdakı düsturla eyni düsturdur, heç bir mənası yoxdur. Buradan sadəcə biz R-i tapmış oluruq. İndi bu ifadədə alfa dediyimiz kimi temperatur əmsaldır. Ədədi qiymətcə naqili 1 Selsi və ya 1 Kelvin qızdıran zaman müqavimətin nisbi dəyişməsinə bərabərdir. Yəni, istəsək biz buradan təbii ki, alfanı tapa bilərik. Alfa R çıxaq R0 bölək R0 vuraq delta T şəklində ifadə olunur və alfa özü də vahid olaraq təbii ki, buradan alsaq, görürük ki, yuxarıda 1 ohm alınır, aşağıda da ohm vuraq Kelvin alınır. Yəni, 1 bölək Kelvin ifadəsi ilə təyin olunacaq. Bu şəkildə baxa bilərik. İndi buradan qrafiklərə gəldikdə isə düsturumuzdan asanlıqla görürük ki, müqavimət temperaturdan düz mütənasib olaraq dəyişir.
Düzdürmü? Yəni buradan biz bunu asanlıqla görə bilirik ki, buradan müqavimət temperaturdan müəyyən nöqtədən üstəgəl 1 olduğuna görə müəyyən nöqtədən düz asılı olaraq dəyişir. Bu müəyyən nöqtədə təbii ki, R0 qiymətlidir. Burada da alfa 1-dən böyükdür. Metalların müqavimətinin temperaturdan asılılığına müqavimət termometrlərindən istifadə olunur. Bu termometrlərdə platin məftil var ki, o işçi cisim rolunu oynayır və bu termometrlərdə də maye termometrlərin ölçə bilmədiyi çox yüksək və yaxud da əksinə çox aşağı temperaturları ölçməyə imkan verir. Bir də bunları bildikdən sonra var ifrat keçiricilər. İfrat keçiricilər nədir? Məsələn, mən tutalım ki, metal naqili soyuduram. Düzdürmü? Metal naqili soyudan zaman çox elə bir metal naqili soyuduruq, temperatur düşdükcə müqavimət düşür. Temperatur düşdükcə müqavimət düşür, çünki düz asılıdırlar axı. Elə bir dənə temperatur var ki, o temperatura çatanda müqavimət 1-dən 1-ə düşür. 0-a düşür müqavimət. 1-dən 1-ə müqavimət düşür 0-a. Həmin belə deyək də müqavimətin 1-dən 1-ə azalması hadisəsi bizim üçün ifrat keçiricilik adlanır. Metallar və ərintilərin çoxu 25 Kelvindən aşağı temperatura 1-dən 1-ə müqavimətini itirir və ifrat keçirici adlanır. Adi naqillərdən fərqli olaraq da ifrat keçiricilərdə cəryan belə deyək də yaranandan sonra mənbəyi götürsək də naqildə uzun müddət cəryan şiddəti dəyişməz qalır. Yəni çünki müqavimət 1-dən 1-ə 0-a qədər düşür. Və ifrat keçiricilərdə cəryan keçərkən istilik miqdarı da ayrılmır. Bunun səbəbi də nədir? Çünki temperatur yenə elə bir soyudanda elə bir temperatur var ki, orada 1-dən 1-ə 0-a qədər müqavimət düşdüyündə müqavimət 0 olduğundan istilik də yaranmır. İfrat keçiricilərdə güclü elektromaqnit hazırlanır. Çünki bu elektromaqnitlərin hazırlanması səbəbi də odur ki, yenə deyirəm, çünki istilik miqdarı ayrılmır. Və enerji sərf etmədən uzun müddət maqnit sahəsi yaratmaq mümkün olur bu cür cihazlarla. İndi ifrat keçiricilər haqqında qrafiklərinə gəldikdə isə bu şəkildə quracağıq qrafikləri. İfrat keçiricilərdə deməli dedik nə olur? Müqavimət azaldıqca, daha doğrusu temperatur azaldıqca müqavimət azalır və nəhayət elə bir an gəlib çatır ki, temperaturun elə bir dənə qiyməti olur ki, o qiymətə çatdıqda müqavimət 1-dən 1-ə 0-a qədər enir. Yəni fikir verin bu şəkildə müqavimət temperatur azaldıqca müqavimət azalır və nəhayət belə bir burada bir temperatur var ki, orada 1-dən 1-ə 0-a qədər düşür. Və əlbəttə ki, burada R-in asılılığı olduğu kimi, bunu həm də Rho-nun asılılığı kimi də qəbul edə bilərik biz xüsusi müqavimətin asılılığı. Çünki R özü Rho-L bölü S-də axı, oradan onsuz da R ilə Rho arasında düz asılılıq qura bilərik. Bu da olur ifrat keçiricilərin, belə deyək də, xüsusiyyəti. İndi danışacağıq mayelərdə elektrik cəryanından. Mayelərdə elektrik cəryanı nə deməkdir? Ümumiyyətlə, elektrolitin nə olduğunu əvvəlcə öyrənək. Elektrolit məhlulları ya da ərintiləri elektrik cəryanı keçirən maddələrdir. Məsələn, tutalım, su normalda elektrik cəryanı keçirmir. Amma biz suyu, məsələn, bir dənə qab fərz edək. Bu qabın içərisində də müəyyən qədər su olsun. Normalda bu saf su olsa, bunun içərisində heç bir əlavə cəryan və s. olmasa, bu elektrik cəryanı keçirməz. Amma biz bura, yəni əgər gətirib 2 dənə elektrod da birləşdirsək, məsələn, burada müsbət, mənfi 2 dənə elektrod birləşdirək və bu elektrodlardan da birini dövrənin mənfi qütbünə birləşdirək, birini də bura olsun, məsələn, mənfi, bunu da, məsələn, müsbət qütbə birləşdirək. Məsələn, bunu da müsbət qütbə birləşdirək. Burada normalda cəryan keçməlidir. Çünki içəridə hər hansı bir zərrəcik yoxdur axı. Amma biz fərz edək ki, bura duz əlavə edirik. Bura gətirək kənardan duz əlavə edək. Bura. Natrium xlordur da bildiyimiz kimi duz, düzdür? Natrium xlor. Natrium xlor bizim üçün elektrolit olacaq. Niyə? Çünki biz bura natrium xloru əlavə edən kimi natrium müsbət və xlor mənfi iyonlarına parçalanacaqlar. Yəni, burada alınacaq natrium müsbət iyonu, bir də qeyd etdiyimiz kimi xlor mənfi iyonu. Bu da öz növbəsində nə yaradacaq? Natrium müsbət iyonu elektrodun mənfi tərəfinə, xlor mənfi iyonu da elektrodun müsbət tərəfinə doğru istiqamətlənmiş hərəkət alacaq. Düzdürmü? Yəni, təbii ki də müsbət mənfiyə gedər, mənfi müsbətə gedər də.
Bu şəkildə. Burada da dövrə qapandığına görə artıq cərəyan yaranması hadisəsi baş verəcək. Buna da deyirlər mayelərdə elektrik cəryanı. Elektrik cəryanı ümumiyyətlə elektrolitik dissosiasiya hadisəsi var. Suda həll olan zaman suyun polyar molekullarının təsiri ilə elektrolitik məhlulların ayrı-ayrı ionlara parçalanması elektrolitik dissosiasiya adlanır. Yəni elektrolitik dissosiasiya nədir? Natrium xlor mən tam bir şəkildə atmışdım suya, amma o nədir? Natrium müsbət və xlor mənfi ionlarına parçalandı. Lap bunu yaşıl rənglə göstərəcəm. Və bu elektrolitik dissosiasiya hadisəsidir. Yəni natrium müsbətə və xlor mənfiyə parçalanmaq. Bu dissosiasiya dərəcəsi deyilən anlayışımız var burada. Dissosiasiya dərəcəsi nədir? Bütün molekulların sayı ilə dissosiasiya olunmuş molekulların sayı arasındakı əlaqədir. Yəni dissosiasiya olunmuş molekulların sayının bütün molekulların sayına olan nisbəti bizim üçün olur dissosiasiya dərəcəsi. Temperaturdan, məhlulun konsentrasiyasından və dielektrik nüfuzluğundan asılıdır. İndi burada belə bir nüans var ki, burada nə yaranır? Biz burada məntiq cəhətdən düşünsək, temperaturu artırdıqca nə baş verir? Temperaturu artırdıqca burada natrium və xlor parçalanması nəticəsində daha çox cəryana tərəf getmiş olarlar. Düzdürmü? Daha çox cəryan yaradarlar. Çünki sən burada suyu nə qədər qızdırsan, temperaturu nə qədər qızdırsan, ionları bir o qədər hərəkətli etmiş olursan. İonlar da nə qədər hərəkətli olsalar, müsbətlərin mənfiyə getməsi, mənfilərin müsbətə getməsi daha az vaxt alacaq da, düzdürmü? Yəni burada cərəyan şiddəti artmış olacaq. Niyə? Çünki burada yenə deyirəm, temperaturun artması öz növbəsində ionların hərəkətini artırır. Cərəyan şiddəti artdığına görə də burada müqavimət azalacaq. Deməli, onda mayelərdə metallardan fərqli olaraq məhlulları qızdırdıqda müqavimət azalır. Çünki yenə deyirəm, qızdıranda cərəyan şiddətini artırmış oluruq. Burada da metal naqillərdə, həmçinin elektrolitlərdə Ohm qanunu ödənir. Yəni burada volt amper xarakteristikasını istəsə, istəyir metallar üçün olsun, istəyir mayelər üçün olsun, cərəyan şiddətini, volt amper xarakteristikası ümumiyyətlə cərəyan şiddətinin cərciyində asılı qrafikidir. Yəni i-nin u-dan asılı qrafiki hər ikisində düz asılılıq olacaq. Yəni adi bildiyimiz düz asılılıq, yəni Ohm qanunun ödəndiyi qrafik olacaq bu şəkildə. Amma yenə deyirəm, mayələrin metallardan fərqi odur ki, burada müqavimət temperaturdan tərs asılı olacaq. Əslində bunun səbəblərindən biri də bilirikmi nədir? Burada R bərabərdir R0, biz demişdik ki 1 üstəgələ alfa delta T'dir. Amma mayelərdə temperatur əmsalı, yəni alfa sıfırdan kiçik olur. Mənfi olur yəni. Ona görə də burada artıq düsturumuz R bərabərdir R0, 1 çıxaq alfa delta T şəklində olur. Düzdürmü? Yəni bunu asanlıqla görmək olur. Ona görə də burada da qrafik quranda, yəni istəyir R-in, istəyir Rho-nun, yəni temperaturdan asılılıq qrafiki artıq xətti tərs olmuş olur. Yəni bu şəkildə. Bu şəkildə görə bilərik. Bu da yenə deyirəm, alfanın sıfırdan kiçik olmasına görədir. Aha. Daha sonra buradan nə deyə bilərik? Biz ion keçiriciliyi anlayışı var. İon keçiriciliyi nədir? İon keçiriciliyi baş verən zaman mənfi yüklü ionlar öz artıq ionlarını anoda verirlər. Müsbət yüklü ionlar isə çatışmayan elektronlarını katoddan alırlar. Bu da ion keçiriciliyi adlanır. Elektroliz deyilən bir anlayış da var. Elektroliz oksidləşmə və reduksiya reaksiyaları ilə əlaqədar olaraq elektrodlarda maddənin ayrılması hadisəsidir. Bu nə deməkdir? Gəlin bunu xatırlayaq. Aha, elektrolit nə oldu? Elektrolit məhlulları və ya ərintiləri elektrik cərəyanı keçirən maddələr oldu. Amma elektroliz bilirsinizmi nədir? Elektroliz, biz dedik ki, elektrolitik dissosiasiya nəticəsində maddə salındı suya, yəni hansı maddə? Elektrolitik maddə də elektrolit. Daxil edildi suya və məhlulu parçalandı ionlara. Natrium müsbət, xlor mənfi. Burada cərəyan keçdikcə natrium müsbət ionları katod üzərinə davamlı bir şəkildə təmasda olurlar. Eyni zamanda da xlor mənfi ionu da müsbət tərəfə
Yəni anod tərəfə davamlı şəkildə toxunmuş olurlar. Bunun nəticəsində də elektrod üzərində, yəni bax bu elektrod üzərində natrium təbəqəsi əmələ gəlmiş olur. Həmçinin digər elektrod üzərində xlor təbəqəsi əmələ gəlmiş olur. Bunun səbəbini başa düşdünüz? Niyə? Çünki davamlı cərəyan keçdikcə bu ionlar davamlı elektrod üzərinə toqquşaraq orada bir təbəqə əmələ gətirirlər. Həmin əmələ gətirilən maddə də, maddə ayrılması hadisəsi də elektroliz adlanır. Elektroliz zamanı da elektrod üzərindəki maddənin kütləsini biz tapa bilərik. Onu necə tapacağıq? Elektroliz zamanı alınan maddənin kütləsi elektrik yükü ilə düz mütənasibdir. Yəni burada gəlin belə yazaq, Faraday qanunudur. Deməli, kütlə yük miqdarı ilə düz mütənasibdir. Buradansa M bərabərdir KQ ifadəsi alınır. Yəni burada K təbii ki mütənasiblik əmsalıdır. Yəni burada M oldu, elektrod üzərində ayrılan maddənin kütləsi. Q isə yükdür, yükün miqdarı. K isə yenə dediyim kimi mütənasiblik həddidir və yaxud da ona elektrokimyəvi ekvivalent də deyirlər. Buradan biz K-nı tapsaq, K bərabərdir M böl Q ifadəsini almış oluruq. Amma unutmayaq ki, elektrokimyəvi ekvivalent nə kütlədən, nə yükdən təbii ki, asılı deyil. Bəs nədən asılıdır? Elektrokimyəvi ekvivalent ədədi qiymətcə elektrodların 1 kulon yük keçdikdə ayrılan maddənin kütləsidir. Amma bu Faradayın birinci qanunudur. İkinci qanunumuzda isə deyirik ki, maddənin elektrokimyəvi ekvivalenti molyar kütlənin valentliyə olan nisbəti ilə mütənasibdir. Yəni buradan da biz K üçün ifadə alsaq 1 bölək Faraday vuraq molyar kütlə bölək valentlik ifadəsini almış oluruq ki, bu da Faradayın ikinci qanunudur. Deməli Faradayın birinci qanununda dedik ki, elektrolitik maddələrin parçalanması dissosiasiyası nəticəsində yaranan elektroliz zamanı ayrılan kütlə yükün miqdarı ilə düz mütənasibdir və ikinci qanununa görə isə elektrokimyəvi ekvivalent molyar kütlənin valentliyə olan nisbəti ilə düz mütənasibdir. Burada biz Faraday ədədinin də qiymətini tapa bilərik. Faraday özü elektronun qiyməti vuraq Avogadro sabitinə bərabərdir. Yəni bunu da yadımızda saxlaya bilərik təbii ki. Daha sonra nə deyə bilərik burada? Elektrolitdə elektrik cərəyanı keçərkən yük daşınması ilə birlikdə maddə daşınması hadisəsi də baş verir də gördüyünüz kimi. Bunu da mütləq yadımızda saxlayırıq. Daha sonra burada bəzi qeydlərimiz var. Onları da nəzərdən keçirək. Burada belə bir düsturu ala bilərik. Əslində bu düsturu yazmaq istəmirdim ki, özümüz təyin edək. Amma belə bir qeyd yaza bilərik ki, biz nə öyrəndik? Kütlə bərabərdir elektrokimyəvi ekvivalent vuraq Q. O da bərabərdir. Biz istəsək burada elektrokimyəvi ekvivalentin yerinə 1 bölək Faraday vuraq molyar kütlə bölək valentlik yaza bilərik. Vuraq Q-nün də yerində IT yazarıq. Düzdürmü? Yəni bu şəkildə əvəzləmələr aparmağı da bacarmaq lazımdır. Daha sonra istəsək hələ burada Faradayın yerinə 1 bölək Avogadroda yaza bilərik. Yəni bu şəkildə ifadələr də bizim qarşımıza çıxa bilər. Daha sonra başqa nə deyə bilərik burada? Burada belə bir nəticə çıxır. Elektroliz zamanı elektrod üzərində ayrılan maddənin kütləsi üçün başqa bir ifadəmiz nə ola bilər? Baxın, onu da belə qeyd şəklində yazacağam. Biz dedik ki, M bərabərdir KQ-dür. Düzdürmü? Daha sonra bir dənə də buradan biz gəlin Q-nü tapaq. Q bərabərdir M böl K alırıq. Düzdür. Daha sonra bunu gətirib işin ifadəsini yaza bilərik. Yəni A bərabərdir QU, o da bərabərdir M bölək K vuraq U. Bax, bu şəkildə də bizim ifadəmiz alına bilər ki, həm də bu enerji deməkdir da, düzdür? Yəni, enerjində bu şəkildə sabit gərginlikdə və sair ifadələri bizim qarşımıza çıxa bilər. Bunları da nəzərimizdə mütləq saxlamalıyıq.